Hər birinizə salam dostlar. İndi mən sizə mütləq və nisbi hündürlük mövzusunu izah edəcəyəm. Belə deyim, mütləq və nisbi hündürlük məsələlərini mən burdan topludan qeyd edib, hər birini sınav nömrəsi ilə qeyd etmiş və öz izahlarımı verərək mövzunu, sualları, məsələ həllini sizə ən effektiv, ən ideal, ən yadda qalan formada izah edəcəyəm. Sadəcə hər hansı bir məsələ yaranarsa, suallarla əlaqədar mütləq şərh bölməsində bildirin. Çalışın mövzunu yaxşı öyrənin, çünki mütləq və nisbi hündürlük qəbul imtahanlarında ən çox rastlaşdığımız suallardan biridir. Bundan əlavə, əgər hazırlığı bəyənirsinizsə, sual izah etmə formanı və sair bəyənirsinizsə, şərhlərdə qeyd etdiyim mobil nömrə ilə əlaqə saxlayaraq hazırlıq kursumuza siz yazıla bilərsiniz. 8-ci sual. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsi mütləq hündürlüyünü müəyyən edin. Deməli dostlar, siz burada təsviri görürsüz. Təsvirdə çökəklik olduğunu söyləyə bilərik. Çökəklik niyə oldu? Çünki burada kursorun işarətinə diqqətlə baxın. A hərfinin üstündə və burada bir xətt var. Bu xətt əgər içəri doğru olarsa, bu həmin bu təsvirin çökəklik olduğunu bildirir. 35 metr ən qıraqdakı horizontaldır. Başqa sözlə şəkildəki çökəkliyin ən hündür nöqtəsidir. Bəs horizontal özü nə deməkdir? Horizontal xəritədə eyni mütləq hündürlüklərə malik nöqtələri birləşdirən qapalı əyri xəttlərdir. Bunun tərifi belədir. Yəqin ki, siz hər halda horizontalın nə olduğunu başa düşürsüz. Deməli, bu sualı davam eləyək. A nöqtəsi isə ən içəridəki horizontalın üzərindədir, gördüyünüz kimi. Yəni aşağıda yerləşir. Niyə? Çünki bu çökəklikdir və 35 metr daha yüksək bir nöqtə olacaq. Nəinki A nöqtəsi. A nöqtəsi daha aşağıda yerləşir, dəniz səviyyəsindən. Horizontalın sayını kəsmə yüksəkliyə vuraraq 5 vurulsun 5 bərabərdir 25 tapırıq. Çünki kəsmə yüksəkliyi bizə verib və horizontalın sayını kəsmə yüksəkliyə vurandan sonra ən hündür horizontaldan tapdığımız nisbi hündürlük olan 25-i çıxsaq, ən hündür horizontal 35 idi. Bunu niyə saymadıq? Çünki artıq bu horizontalın hündürlüyü verilib. Buna görə bizə hündürlüyü bilmədiyimiz horizontalları saymalıyıq. Deməli, bunu 25 tapdıq. 35 və deməli biz 35-dən 10 çıxaraq A nöqtəsini tapa bilərik. A nöqtəsi mütləq hündürlüyünü tapa bilərik. Niyə? Çünki bu 10-dur və 35-dir. Biz dedik çökəklikdir. Çökəkliyin təbii ki, kənarı ən dərin nöqtəsindən daha hündürdə yerləşir. Asan sualdır. Cavab D variantı 10 metridir. 12-ci suala baxaq. A məntəqəsinin B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. Aydındır. A, B, D variantlarında təpə təsvir olunduğu halda C və E variantlarında çökəklik təsvir olunmuşdur. Bunu necə anladıq? Bax, mən qeyd etmişdim. Deməli, xətt çölə tərəf olursa, bu təpəni, əgər içə tərəf olursa, bu isə çökəkliyi bildirir. Yəni, burada A çölə tərəfdir, B çölə tərəfdir və D çölə tərəfdir. Bunlar hər biri təpəni. C içəri tərəfdir və E içəri tərəfdir. Bunlar hər biri çökəkliyi bildirir. Bunu yadda saxlayaq. Deməli, A, B, D variantlarında ən aşağı nöqtə, C, E variantlarında isə ən yüksək nöqtə 30 metrdir. 30 metr nədir? Kənar horizontalın mütləq hündürlüyüdür. Çökəklikdə ən kənarda yerləşən, təpədə isə ən mərkəzdə yerləşən horizontal, ən yüksək horizontal hesab olunur. Hər variant üçün A nöqtəsinin hündürlüyündən istifadə etməklə B nöqtəsini tapaq. Burada hər birini variant hesablamalıyıq. Sizə rahat gəlsin deyə bu yolu məsləhət görərdim. A, B və D variantlarında ən qıraqdakı horizontaldan başqa bütün horizontalların sayını kəsmə yüksəkliyi, yəni 5-ə vuraraq 30 ilə toplayırıq və B nöqtəsi mütləq hündürlüyünü tapırıq. Məsələn, 30 plus 5 vurulsun 2. 2 dənə üstündə rəqəm təsvir olunmayan horizontal var. Deməli, B nöqtəsini tapmaq üçün biz bu 5 və 2-nin bir-birinin hasilini 30-la toplayıb 40 tapırıq. Deməli, burada A 30 olduğu halda B 40-dır. Bizə lazımdır 1,5 dəfə hündürlük. Bizə cavabımız ödəmir. 30 kənar horizontal, 3 dənə horizontal və özündə rəqəm təsvir olmayan 1 horizontal, 2 horizontal, 3 horizontal, 3-ü 5-ə vurub, kəsmə yüksəkliyi 5 idi, ona görə 30-la toplasaq 45 alırıq. 45 30-dan 1,5 dəfə çoxdur, belə deyim. Bu da təpə təsvir olunub. Burada da bizə elə cavabda B variantı cavabımız uyğun gəlir.
Deməli, D variantı, C variantı və E variantlarında isə siz dediyim qayda ilə toplasaz, görsəz ki, həmin cavab alınmır. Deməli, bizim cavabımız bu deyil. Siz buna əsasən B variantını seçə bilərsiniz. Bu da asan sualdır, öhdəsindən gələrsiniz. Horizontallar əsasən, deməli, 13-cü sualın həlli 12-ci sualla eyni məntiqə əsaslanır. Yəni, bu oxşar suallardır. Əgər siz bunu həll edə bilməsəniz, bir dəfə özünüz cəhd edin. İnanıram ki, bunu həll edə biləcəksiniz. Əgər birinci dəfə də həll etsəniz, çox yaxşı anlamısınız deməli mövzunu. Amma əgər həll edə bilməsəniz, bunu mütləq mənə şərh bölməsində bildirin. Mümkün qədər sizə mən kömək edəcəyəm. 14-cü sual. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyini təyin edin. Deməli, həlli belədir. Təsvir buradadır. Dağın dik yamacı horizontalların daha sıx yerləşdiyi yamacdır. Harada daha sıxdır horizontallar? Görürük ki, cənub-qərb istiqamətində daha sıx yerləşib. Bu şəkildə cənub-qərb istiqamətində horizontallar daha sıx yerləşib. Kəsmə yüksəkliyi tapmaq üçün isə verilən iki horizontal arasında horizontalları sayıb üzərinə 1 gəlməliyik və bunu da horizontallar arasında fərqi bölməliyik. Deməli, 370 və 340 arasında iki horizontal var. Üzərinə 1 gəlirik. İki horizontallar arasındakı horizontalın sayını tapmaq üçün, daha doğrusu aralarındakı kəsmə yüksəkliyi fərqini tapmaq üçün 370-dən 340 çıxanda 30 edir. 30-da 2 dənə horizontal olduğu üçün 2-nin üzərinə 1 gəlib, 30-u həmin ədədə bölürük. Neçə? 30 bölünsün 3 bərabərdir 10. Deməli, cavab B variantı cənub-qərb istiqamətində və 10. Kəsmə yüksəkliyi 5 metrə bərabər olduğunu nəzərə alaraq A nöqtəsi mütləq hündürlüyünü hesablayın. Deməli, kəsmə yüksəkliyinin 5 metr olduğunu bilirik və bizim bilmədiyimiz 2 horizontal var. Horizontallar, bilmədiyimiz horizontalların sayını kəsmə yüksəkliyə vurub, əgər 80 ilə toplasaq, çünki bu təpədə axı, biz 90 alırıq ki, bizim cavabımız da 90-dır, E variantı. Bu da asan sualdır. A, B, C məntəqə mütləq hündürlüklərini müqayisə edin. Həlli. Horizontalın üstündəki xətt əgər içə dönükdürsə, çökəkli, qırağa tərəfdirsə, təpə olduğunu qeyd etmişdik. Horizontalın eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən xətt olduğunu da bilirik. Deməli, bu sualda A, B, C nöqtələrinin, A, B, C nöqtələrinin hansı horizontal üzərində yerləşdiyini aydınlaşdırıb, mütləq hündürlüyə görə sıralaya bilərik. Şəkildə təpə təsvir olunub. A nöqtəsi isə ən qıraqda yerləşdiyi üçün ən aşağı hündürlüyə malik nöqtədir. Niyə? Çünki bu təpədir və təpə hər horizontalda daha yüksək mütləq hündürlüyə malik olur. C ortancıldır, əgər horizontalların sayına əsaslansaq və B isə tam təpə nöqtəsi olduğu üçün ən yüksək nöqtədir. Burada cavab E variantı, B böyüdür C, böyüdür A. Kəsmə yüksəkliyi 20 metr olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini müəyyən edin. Çökəkli olduğunu bilirik. Dərinlik tapmaq üçün ilk öncə kəsmə yüksəklikdən istifadə edərək ən qıraqdakı horizontalı tapırıq. Bunun üçün horizontalın sayını kəsmə yüksəkliyə vuraraq 20 ilə toplayırıq. Yəni 3-ü bilmədiyimiz horizontallar 20-dir. Çaşdırılmasın. 20 bunun üzərində qeyd olunub. Bilmədiyimiz horizontallar 1, 2, 3. Onu 3-ü 20 ilə vurub üstünə 20 gəlsə 80 metr alırıq. Çökəklik, ən qıraq horizontal. Dərinliyi tapmaq üçün isə ən qıraqdan ən dibi çıxmaq lazımdır. Yəni ən yüksək nöqtədən ən alçaq nöqtədən çıxmaq lazımdır. Ən alçaq nöqtə burada 20 deyil, 10-dur. Niyə? Çünki 20 horizontaldır. Horizontalın aşağısı isə ən dib nöqtəsi isə 10-dur. Biz 80-dən 10 çıxsaq 70 alırıq və 70 də bizim uyğun cavabımızdır. Bu da asan sual idi. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən edin. A, B. A və B nöqtəsi qeyd olunub. İlk öncə kəsmə yüksəkliyi tapmalıyıq bu cür məsələlərdə. Bunun üçün 15 və 5 metrlik horizontalların fərqini tapıb, aralarındakı horizontalların sayından bir vahid böyük ədədə bölməliyik. 15 ilə 5-in fərqi bizə 10 verir. Onu da 2-yə bölsək 5 metr. 5 metr bizim kəsmə yüksəkliyimiz oldu. B nöqtəsinin hündürlüyü 10 metr olacaq. 15-dən 5 metr kiçik və 5-dən 5 metr böyük. 10 ədəd var təbii ki. Deməli, B 10-dur. Təsvir təpə olduğundan A nöqtəsinin isə hündürlüyünü 20 tapırıq. 15-in üstünə 5 gəlirik. Və bizdən A və B-ni çıxmaq tələb olunur. 20 minus 10 bərabərdir 10. 44-cü, 45-ci və 46-cı suallar əvvəlki suallarla eyni məntiqə əsaslanır. Kəsmə hündürlüyü 10 metrə bərabər olduğunu nəzərə alaraq, sxemdə təsvir olunan təpənin ətəyi ilə zirvəsi arasındakı hündürlük fərqini tapın. Həlli. Şəkildəki təsvir təpədir. Bu mənaya gəlir ki, ən içdəki horizontal 213-dən kiçik olmalıdır. Lakin kəsmə yüksəkliyi 10 metr olduğundan horizontal və təpə və nöqtə arasındakı fərq 10-dan artıq ola bilməz.
Çünki əgər artıq olsaydı bir horizontal daha çəkməli olardıq. Şərti olaraq qəbul edək ki, ən içdəki horizontal mütləq hündürlük 210 metrə bərabərdir. Bu zaman ən qıraqdakı horizontal mütləq hündürlük 180 metrə bərabər olacaq. Tutaq ki, 210-dur, 210, 200, 190 və 180. Deməli, ən qıraqdakı 180-dir və təpənin ətəyi ilə zirvəsi arasındakı fərqi tapmaq üçün də 213-dən 180 çıxsaq 33 metrdir. Bu cür asan. Cavab A variantı 33 metr. Horizontallarla təsvir edilmiş relyef formasını tapın. Bu suala baxaq. Bu təsvirdə bütün xəttlər çölə doğru olduğundan görürük. Çölə doğru qeyd olunub bütün xəttlər. Təsvirdə ən içəridən ikinci horizontalın içində iki horizontal olduğunu görürük. Yəni bu içəridən ikinci horizontaldır və 1, 2 horizontal var. Bu horizontallar bir-birinin içərisində deyil, amma bu horizontalın içərisindədir. Deməli, iki təpə var bu relyef formasının üzərində. Təsvirimizdə ən uyğun gələn variant hansıdır? D variantı təbii ki. Çünki burada 1, 2 təpə görürsünüz. Cavab D variantı. Sxemdə təsvir olunan relyef formasına ən uyğun gələn əlamətləri müəyyən edin. Deməli, burada variant atmaqla da işinizi asanlaşdıra bilərsiniz, amma mən sizin üçün bunları bir-bir izah edəcəyəm və çalışın ki, dəqiq cavabı tapmaq üçün variant atmaq üsulundan daha çox bu cür bildiyinizə əsaslanaraq hər bir variant ayrı-ayrı diqqət yetirərək cavabı tapasınız. Birinci verib çökəkli idi. Xətt içəri doğru olduğundan çökəkli olduğu fikri doğrudur, bəli. Xəttin içəri doğru olduğunu görürsünüz. Deməli, bu təsvir həqiqətən çökəkli idi. Təpədir, xeyr, çökəkli idi demişdik. Deməli, birinci variantı götürməliyik, ikinci variantı götürməməliyik. Kəsmə hündürlüyü 50 metrdir. 50 metr olduğunu hardan bildik? 150. Qonşu horizontallar arasındakı fərq 50 metrdirsə, deməli, kəsmə yüksəkliyi ilə 50 metrdir. A nöqtəsi B nöqtəsi aşağıda yerləşir. Xeyr, biz qeyd etmişdik ki, bu çökəkli idi. Deməli, çökəkliyin xarici horizontalı daxili horizontalından daha hündürdə olduğu üçün A variantı böyüdür A nöqtəsi böyüdür B nöqtəsi mütləq hündürlüyünə görə. B nöqtəsi ən yüksək hündürlüyə malikdir. Xeyr, bu təpə deyil. Bu çökəkli idi. A variantı 1, 3. 64-cü sual bir öncəki sualla eyni məntiqə əsaslanır. 65-ci sual bir öncəki suallarla eyni məntiqə əsaslanır. 66. Relyef formasını və xarici horizontal mütləq hündürlüyünü hesablayın. Kəsmə yüksəkliyi 20 metrdir. Relyef forması çökəkli idi. Bu səbəbdən ən içdəki horizontalı 280 metr olaraq qəbul etsək, xarici horizontalı mütləq hündürlüyü 280 plus 20 vurulsun 2 bərabər 300 metr olar. 320 metr olar. Relyef forması və xarici horizontal mütləq hündürlüyü. Ümid edirəm başa düşdünüz necə hesabladı. Deməli 275 ola bilməz. Bizə 20-yə bölünən bir ədəd lazımdır. Bu çökəkli olduğu üçün xarici horizontal daha böyük olacaq 275-dən. Belə deyim, 275-ə ən yaxın, 275-dən böyük və 20-yə bölünən ədədi tapırıq. Bu da ki 280-dir. 2 dənə horizontal olduğu üçün 280-dirsə bilmədiyimiz 2 ədəd horizontalı var. 20-ni vırıq 2-yə və toplayırıq 320 metr. Bu da asan sualdır. Ümumiyyətlə bu mövzuya çətin sual görə bilmərsiniz. Əgər məntiqi təməl alsaz, tutsaz məntiqini, əlbəttə ki, çox asanlıqla istənilən qəbul sualını siz həll edə bilərsiniz. Sxemdəki təpənin nisbi hündürlüyünü və ən az meyilliyə malik olan yamacını müəyyən edin. Deməli, təpənin nisbi hündürlüyünü tapmaq üçün ən yüksək nöqtədən, ən yüksək nöqtə neçədir? 134-dür. Ən aşağı nöqtə neçədir? 100-dür. Xarici horizontala çıxmalıyıq. 134-dən çıxırıq 100, bərabərdir 34 metr. Və bayaq da qeyd etdiyimiz kimi bir ərazidə horizontallar nə qədər sıx yerləşərsə, o qədər meyilli olduğunu qeyd etmişdik. Bu sxemdə ən az meyillilik isə cənub-şərq istiqamətindədir. Çünki horizontallar daha aralı yerləşir, gördüyünüz kimi. Cavabı da A variantı 34 metr və cənub-şərq. 68-ci sual. Sxemə əsasən kəsmə hündürlüyü A və B nöqtələri arasında nisbi hündürlüyü təyin edin. Kəsmə hündürlüyü tapaq. 350-dən çıxmalıyıq 200, 150 metr verdi. 150 metrdə aradakı horizontalların sayına, iki horizontallar arasındakı kəsmə yüksəkliyi tapmaq üçün aradakı horizontalların sayının üzərinə 1 gəlib. Bu fərqə bölmək lazımdır. Yəni 150-ni bölürük 3-ə 50 metr. A nöqtəsi mütləq hündürlüyü 400 metrdir. Çünki 350-nin də üzərinə 50 gəlirik. 50 gələndən sonra 400 verir. Bu təpədir. Yadda saxlayaq. A və B nöqtələri arasındakı nisbi hündürlük isə A nöqtəsi dediyi 400, B isə 200. 400-dən 200 çıxsa, nisbi hündürlük bizə 200 metr verir. 69-cu sual əvvəlki suallarla eyni məntiqə aslanır, aydındır. 73-cü sual.
Sxemə əsasən N nöqtəsi mütləq hündürlüyü 1000 metr olarsa, kəsmə yüksəkliyi hesablayın. Həlli. Dəniz səviyyəsinin 0 metr olduğunu bilirik. Bu ümumiyyətlə qəbul olunmuş bir düsturdur. Dəniz səviyyəsi hansı məsələdə görsəz, onu 0 metr olduğunu qəbul edin. İki horizontal arasında 4 horizontal olduğundan, həmin horizontallar arasındakı hündürlük fərqini horizontalların sayından bir vahid çoxa bölürük. Məsələn, burada görürük 1, 2, 3, 4, 5. Dəniz səviyyəsini nəzərə almasaq, bu 5-ci horizontalın üzərində yerləşir. Və 1000-i biz bölməliyik 5-ə, 200 metr. Dedik 5 horizontal var. 200 metr tapırıq. Cavab elədir A variantı. Bizdən nə istəyirdi? Kəsmə yüksəkliyi istəyirdi. N nöqtəsi mütləq hündürlüyü. Aydındır, tapdıq. Sxemə əsasən A nöqtəsinin qonşu horizontalların mütləq hündürlüklərini hesablayın. Həlli. Dəniz səviyyəsinin 0 metr olduğunu bilirik. Çay dənizə tökülür və dəniz səviyyəsi 0 metrdir. Ortadakı çay horizontal deyil, diqqətli olaq. Bu tip məsələlərdə birdən çayı siz horizontal olaraq nəzərə alsaz, bu variant səhv olacaq, həlliniz səhv olacaq. Çay bir xətt kimi təsvir olunsa da, mütləq şəkildə əgər bu çaydırsa, üzərində çay yazır. Bu sizi çaşdırmasın. Kəsmə yüksəkliyinizi tapaq. 75-dən çıxmalıyıq dəniz səviyyəsinə, yəni 0, 75. Arada neçə horizontal var? 2, 75 ilə 0 arasında. 75-dən 0 çıxıb onu aradakı horizontalların bir vahid çoxuna bölmək lazımdır. Yəni 75-i bölsək 3-ə 25 metr. Bu da kəsmə yüksəkliyi verir bizə. A nöqtəsinin qonşu horizontalları isə 100 və 125 metr olacaq. Horizontallar 25, 50, 75. Bu horizontal 100 elədir. Bu isə 125. A nöqtəsi isə bu horizontal və bu horizontal arasında yerləşdiyi üçün 100 və 125. Cavab E variantı. Kəsmə yüksəkliyi 150 metr olarsa, K və M nöqtələri mütləq hündürlüklərini hesablayın. 535-dən kiçik və böyük 150-yə bölünən ədədlər 450 və 600-dür. 535 arasında yerləşdiyi 150-yə bölünən 2 ədəd 450 və 600-dür. Təsvir təpədir, deməli aşağıdakı daha kiçikdir, yuxarıdakı daha böyükdür. Deməli, M-i biz 600, K-nı isə 450 olaraq tapırıq. Asan sualdır. 77-ci sual öncəki sualla eyni məntiqə əsaslanır. Verilən diaqramlardan AB xəttinin profilinə uyğun olanını müəyyən edin. Deməli, həlli ilk öncə 130 və 150 metrlik horizontallardan istifadə edərək kəsmə yüksəkliyi tapmalıyıq. 130 və 150 metrlik horizontalları bizə burada verib 130 və 150, 130, 150. Aralarında neçə horizontal var? Görürük 3 horizontal var. Üzərinə 1 gəlirik 4. 150-dən 130 çıxıb onu 4-ə bölməliyik 5 metr. Deməli kəsmə yüksəkliyi 5 metr verdi. Deməli A 135, 130, 135, B isə 170 və 175 arası bir ədəddir. 170, 175. Aydındır. Bu da rahat sual idi. Dediyim kimi, əgər hər hansı bir sualı başa düşməsəz, bunu mütləq mənə şərh bölməsində bildirin. Aydın havada A və B məntəqələrində dayanmış müşahidəçilər bir-birini görürlərmi? Nə üçün? Deməli, bu təsvir təpədir və şəxslər təpənin müxtəlif istiqamətlərində dayanır. Tutaq ki, bu horizontal daha hündür, bu horizontal isə daha aşağı olduğu üçün bir növ dağ kimi fikirləşsəz, bu tərəfdə dayanan şəxslə bu tərəfdə dayanan şəxs bir-birini görməyəcəklər, çünki onlar tamamilə fərqli istiqamətdə yerləşirlər. Cavab D variantı. Təpənin müxtəlif ətəklərində durduqları üçün görünmürlər. 91. Aşağıdakı sxemdə A, B, C məntəqələrinin hansı yüksəkliklərdə ola biləcəyini müəyyən edin. Kəsmə yüksəkliyi 50 metrdir. Kəsmə yüksəkliyi 50 metr olduğunu elə özümüz də görə bilərik. Dəniz səviyyəsi 0. Dəniz səviyyəsindən bir sonraki horizontal 50 metr hündürlüyə malik olduğu üçün 50 və 0 arasında fərq kəsmə yüksəkliyi olacaq. İki horizontal arasındakı fərq kəsmə yüksəkliyidir, 50 metr. A nöqtəsi 200 və 250 metr arasındadır. B 250 ilə 300, C isə 300 ilə 350 arasındadır. Əgər çox olarsa, bir horizontal daha çəkməli olardıq. Deməli, A nöqtəsi 200 ilə 250 arasındadır. Bunu belə göstərim sizə. 50, 100, 150, 200. Gördünüz? A-nın kənarı ilə ilişən ən yaxın horizontal 200-dür. 250 ola bilməz. 200 və 250-nin arasında yerləşməlidir mütləq. 250 ola bilməz, çünki 250 olsa biz bir horizontal daha çəkməli olardıq.
B də eyni qaydada 50, 100, 150, 200. 250 bu bir horizontaldır, diqqətli olaq. B isə 250 və 300 arasında yerləşir. C isə 50, 100, 150, 200, 250, 300 arasında yerləşir. 350 ilə 300 ilə 350 arasında yerləşir. Belə. 93. Sxemə əsasən kəsmə yüksəliyi və dağın nisbi hündürlüyünü hesablayın. Həlli. Bu sualda variantları bir-bir analiz edərək doğru cavabı tapaq. 450 metrlik horizontalı və 876 metrlik təpə nöqtəsi arasında 2 horizontal var. 1 horizontal, 2 horizontal. Deməli, hər variantı 2-yə vurub 876-dan balaca olanı seçməliyik. Bu halda A variantı silinir, B və C variantları isə nə qədər kiçik olsa da, bu kəsmə yüksəkliyi bizdən daha çox horizontal tələb edir. Bir növ bu sualda qeyd etdiyim kimi fikirləşə bilərsiniz. Arasında olan ədədi tapmalıyıq. Deməli D və E variantlarındakı 150 metr isə uyğundur. Bəli, əlbəttə 150 metr ola bilər. 450, 600, 750, 876. 750-dən 150 gəlirsə üzərinə 900 və 900 yəni burada yoxdur. Yəni 876 750 ilə 900 arasında yerləşir və bu da doğru fikirdir. İndi isə nisbi hündürlüyü tapaq. 876 ilə 150-ni çıxaq. 150-ni hardan tapdıq? Bu 450, kəsmə yüksəkliyi biz 150 demişdik. 300, 150, 876-dan kənar horizontal, yəni 150-yi çıxsaq 726 metr verir. Cavab E variantı 150 metr, 726 metr. 94-cü sualın həlli əvvəlki suallarla eyni məntiqə əsaslanır. 96. Sxemdə verilən nöqtələrin yüksəkliklərin düzgün miqyasını müəyyən edin. Həlli sxemdə təpə təsvir olunub. Deməli, bir horizontal nə qədər içəridə yerləşirsə, o qədər yüksək mütləq hündürlüyə malikdir. Bu məntiqlə cavab E variantı olur. Yəni baxaq. Kənar horizontaldan iç horizontala, ən iç horizontala qədər yavaş-yavaş gələk və burada biz özümüz görəcəyik. Kənar horizontal üzərində görürük heç bir nöqtə yoxdur. Bu ən aşağı horizontaldır. Bir sonrakı horizontal üzərində L nöqtəsi var. Deməli, L bizim variantımızda ən kiçik nöqtədir. Ən kiçik mütləq hündürlüyə malik olan nöqtədir. Bir sonrakı horizontalda artıq 2 horizontal yerləşir. L horizontalının içərisində bu horizontal və bu horizontal gördüyünüz kimi bunların hər ikisi də təpədir. X horizontalı yerləşir. X L-dən böyükdür, amma digər hamısından kiçikdir. Bundan sonra fikirləşsək, burada S horizontalı və A horizontalı ardıcıllıq sayına görə eyni ardıcıllıqda yerləşdikləri üçün eyni mütləq hündürlüyə malik olurlar, yəni bərabərdirlər. A bərabərdir C. Daha sonra K böyükdür. Ən böyükdür burada B variantı. Ən böyükdür burada B nöqtəsi. B nöqtəsi ən təpə nöqtəsidir burada və cavab da E variantıdır gördüyünüz kimi. Verilmiş relyef profilinin məhəllin planındakı hansı xəttə uyğun gəldiyini müəyyən edin. Kəsmə yüksəkliyi 2.5 metrdir. Həlli burada biz təsvirə diqqətlə baxaq. Deməli, burada Viləş çayı görürsünüz siz. Viləş çayı digər bütün çaylar kimi daha yüksəkdən daha aşağı nöqtəyə doğru axır. Bu formada çayın hərəkət xəttinin trayektoriyasını görürsünüz. Deməli, təsvirin qərbi şərqinə nisbətən daha hündürdür. Bu tərəfə nisbətən daha hündürdür. K nöqtəsi isə 150 və 152,5 horizontallar arasında yerləşir ki, bu da təsvirimizə uyğun gəlir. K nədir? Biz ümumiyyətlə kəsmə yüksəkliyi 2.5 olduğunu qeyd eləmişdik. Yəni bu tərəf daha hündürdür, bu tərəf daha aşağıdırsa, 150-dən böyük olacaq. 2.5 ədəd böyük olacaq. 152,5 olur. Bu isə 150 olur. K nöqtəsi 152,5 və 150 arasında yerləşir. S nöqtəsi isə 140 və 142,5 metr horizontal arasında yerləşir. Biz burada qrafikdə görürük ki, K nöqtəsi, S nöqtəsi. K nöqtəsi burada 150 və 152,5 arasında yerləşir ki, bu da bizim məsələmizə uyğun gəlir. Və S nöqtəsi də 140 və 142,5 arasında yerləşir ki, bu da bizim məsələmizə uyğun gəlir. S nöqtəsi də buradadır. Bunun biz 142,5 arası olduğunu qeyd etdik. Cavab E variantı KS. 100-cü sual əvvəlki sualla eyni məntiq əsaslanır. 101. AB xətti üzrə relyef profilinə uyğun gələn variantı müəyyən edin. AB xətti görürük.
Çox maraqlı bir sualdır, qəbula düşə biləcəyi bir sualdır. Sadəcə siz burada diqqətli olun ki, bu təpə nöqtəsini bildirir. Təpə nöqtəsidirsə, əslində çox sadə bir sualdır. Təpə nöqtəsidirsə 220 ən yüksək nöqtə olacaq və görürük 220-nin ən yüksək nöqtə olduğu hansı qrafikdədir? Burada ən aşağı nöqtə xeyli aşağıda yerləşir. Burada da uyğun gəlmir. Elə burada da uyğun gəlmir. Burada isə 190 və 230 arasında yerləşir ən yüksək nöqtə. Deməli, aydındır. Cavabımız 220 D variantı. Y də uyğun gəlmir. Gördüyümüz kimi aşağıdır. Uyğun deyil. Orta və ən yüksək nöqtə. Belə. Deməli, 102-ci sual əvvəlki suallarla eyni məntiqə əsaslanır. 105, 106, 107, 108, 109, 110-cu suallar da əvvəlki suallarla eyni məntiqə əsaslanır və uyğun olaraq 114, 115, 116, 117-ci suallar da əvvəlki suallarla eyni məntiqə əsaslanır. 118. Kəsmə yüksəkliyin 15 metr olduğunu bilərək K horizontalının mütləq yüksəkliyini hesablayın. Kəsmə yüksəkliyi ümumiyyətlə şəkillərdə çökəlik təsvir olunub görürük. Xəttlər içəridə oxudu. Deməli 325-dən böyük ən yaxın 15-ə bölünən ədədi tapmalıyıq. Axtardığımız ədəd 330-dur. Belə məntiqlə və ya riyaziyyatla fikirləşsək elə 330 çıxır. Bu məntiq ilə K nöqtəsi mütləq hündürlüyü isə 360 metrdir. Tutaq ki, bu horizontal 330, kənara getdikcə artır 345 və K nöqtəsi 360 metr. Cavab 360. 123-cü sual əvvəlki sualla eyni məntiqə əsaslanır. Artıq bunlar açıq suallardır, variantlı suallar deyil. Kəsmə hündürlüyü 50 metr olarsa, A və B nöqtələri arasındakı yüksəklik fərqini tapın. A nöqtəsi B nöqtəsindən 2 horizontal daha içəridə yerləşdiyindən bu horizontallar eynidir. Bu horizontal, bu horizontal var, bu horizontal var. Getdi. Bu horizontal var, bu horizontal var. Getdi. Bu horizontal var, bu horizontal var. Lakin bu və bu horizontallar B nöqtəsi təsvir olunan sxemdə yoxdur. Buna görə də 2 horizontal yüksəkdir. Biz də kəsmə yüksəkliyi 50 olduğunu bilirik. Aralarındakı hündürlük fərqini də tapmaq üçün də bunda olub, bunda olmayan horizontalların sayını, yəni 2-ni 50-yə vurub tapırıq. Cavab 100. 128-129-cu suallarda əvvəlki suallarla eyni məntiqə əsaslanır. 132-ci sual. Xəritədə horizontallar 500 metrdən bir keçirilirsə, Xəzər dənizi ilə Bazardüzü zirvəsi arasında neçə horizontal keçirmək olar? Həlli. Xəzər dənizinin dəniz səviyyəsini nəzərə alsaq, Bazardüzün hündürlüyünün 4466 olduğunu qeyd etsək, 4466-dan 0 çıxsaq, 4466 veririk yenə. Və kəsmə yüksəkliyinin 500 metr olduğunu bilərək 4466-nı 500-ə bölsək, 8-dən böyük və 9-dan kiçik, 8 ilə 9 arasında yerləşən bir ədəd tapırıq. Bu variantda isə biz həmişə böyük ədədi yox, kiçik ədədi seçirik. Deməli 8 horizontal çəkmək lazımdır. Cavab 8, 135. Sxemdə A və C məntiqə arasındakı hündürlük fərqi 120 metrdir. A, C. B məntiqəsinin hündürlüyünü hesablayın. Dəniz səviyyəsinin 0 metr olduğunu bilirik. A və C məntəqələri arasında isə 2 horizontal yerləşir. 1, 2. 120-ni arasında yerləşən horizontallar sayını, yəni 2 plus 1-ə bölüb kəsmə yüksəkliyi tapaq. Deməli, dəniz səviyyəsi 0 olduğundan B horizontalının mütləq hündürlüyü 120 metrdir. Kəsmə yüksəkliyi biz tapdıq. Kəsmə yüksəkliyi bizə 40 verdi. 0, 40, 80, 120. Deməli, B nöqtəsi 120 metr mütləq hündürlüyə malikdir. Burada cavab A variantı elədir. Deməli, sualda səhv eləmirəmsə, açıq sual olmalıydı, variant yoxdur. Elə siz bunu 120 kimi nəzərə alın, amma həlli eyni məntiqlə dediyim kimi 141, 142, 143 və 144-cü suallar əvvəlki suallarla eyni məntiqə əsaslanır. Əgər hər hansı sualda qaranlıq bir məqam qalarsa, şərh bölməsində mütləq şəkildə bildirin. Hər birinizə uğurlar arzu edirəm və əgər hazırlığa yazılmaq istəyirsinizsə, aşağıda şərh bölməsində qeyd etdiyim mobil nömrə vasitəsilə mənimlə əlaqə saxlayıb qruplara qoşula bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm